İstəyirsiniz sizə Əlinin öz roizəsini oxuyum, özü barədə. Bundan təsirli nə roizə olar? Öz dilindən. Tarix yazır. Mali və qəftu aləl quburi musallimən. Mənə nə olub ki, qəbirlər arasında tək qalmışam? Mənə nə olub işim məni gətirdi qəbristanlığa ki, qəbirlər arasında tənha dolanıram. Qəbr əl-Habib, bu kimin qəbridir? Sevdiyimin qəbridir. İstədiyimin qəbridir. Və ləm yəruddə cəvabi, çağırıram, cavab da vermir mənə. Fatimə, mənəm, Əliyəm, əmin oğluyam. Axı olmamışdı çağırım, cavab verməyəsən. Həmişə məni görəndə ədəblə ayağa durardın, deyərdin, Əssəlamu aleykə ya Əbəl Həsən. İndi mən səni çağırıram, cavab vermirsən. Sonra Əli özü cavab verir ki, sən mənə necə cavab verəsən ki, torpaq altında yatmısan. Roizə oxuyur da, əməlli roizə oxuyur. Bir dənə sözdür ki, faciənin böyüklüyünü mən buradan başa düşürəm. Bu sözü Əli əleyhissalam hər vaxt deməz. Ömründə bir dəfə deyib, heç vaxt deməyib. Dayandı, dedi ki, la xeyrə bə'dəki fil həyat. Fatimə, səndən sonra həyatın da xeyri yoxdur. Necə Hüseyin deyək ki, və aləd dünya bə'dəkəl əfa, Əli Əkbərin başının üstündə. Əli də xanım Zəhranın başının üstündə, məzarın üstündə deyir ki, da səndən sonra yaşamağın mənası yoxdur. Bir alim yaxşı deyirdi, yəqin deyir, Əlinin gözü İbn-i Mülcəm axtarırdı ki, gəlsin onu qutarsın bu məşəqqətdən.